Deməli, faturanın kesilməsi. Fatura kesmək üçün biz əvvəlcə rezervasyon hissəsindən yox, acentalar bölümündən bir dənə acent əlavə etməliyik. Yəni, fatura kesəcəyimiz şəxsin adını. Bunun üçün girib rezervasyon hissəsindən də əlavə edə bilərik. Amma burada acenta yazaraq da əlavə edə bilərik. Burada acenta yazdıq. Acentalar. Bizim acentalarımız burada çıxdı. Əvvəlcədən bir dənə Azərsun firması var, burada qeyd olunub. Amma biz başqa bir firmada əlavə edə bilərik. Bunun üçün ekləyə basırıq. Acenta kodu. Acenta kodunun hissəsinə biz firmamızın adını qeyd edirik. Misal üçün bu firma nə olsun? Crea MMC. Tam ismi olaraq da qeyd edilib. Bunlar əlbəttə ki, şərtidir. Fiyat kodu hissəsinə əgər kontrat əlavə etmək istəyirsə, kontrat buradan əlavə edə bilərik, yoxdursa boş qoyuruq. İndi keçirik bunu hesab koduna bağlamaq. Bunun üçün biz hesab planından Crea'nı alıcı olaraq qeyd etməliyik. Burada görürük biz 211-ci hesablarımızda bağlanan hesabları 211.02 var axırıncı. Deməli bizim əlavə edəcəyimiz 211.01.003 olmalıdır. Bastıq üstə gələ. Burada yazarıq ad hissəsinə Crea MMC. Kod hissəsindəki 211 nöqtə əvvəlki kodlarımıza baxaq. 01.003 qeyd elədik. Uç hesabı aktiv eləməliyik. Bir də bunu alıcı olaraq da aktiv etməliyik. Və qaydada basırıq. Buradan da qaydada basırıq. Artıq bizim Crea hesabımız gəlib bura düşdü. İndi bunu acentaya bağlamaq lazımdır. Buradan səyahət acentasından həmin o Crea'nın hesab kodunu burada yazırıq. Görürük ki, çıxmırsa bir daha buradan yeniləyirik. Yenidən yazırıq. Və Crea MMC hesab kodu burada çıxmış oldu. Peşin hesabı da Crea'ya bağlayırıq. Burada da bir dənə yeniləyirik. Və Crea hesabına bağladıq. Aşağıdan acenta hissəsini aktiv edirik. Firma adı aktiv edirik. Və yaddaşda saxlaya bilərik. Əlbəttə ki, bura fiyat kodu, satış yetkilisi, vəzifə, telefon nömrəsi, e-mail falan, hər şeyi burada əlavə notlarımızı belə qeyd edə bilərik. İndi biz şərti getirdiyimiz üçün çox da ehtiyac yoxdur. Buradan yaddaşda saxlayaq. Əgər lazım isə biz buradan müasir bilgilərindən əlavə şeylərdə limit də qoya bilərik. İndi keçək nümunə bir dənə rezervasiya yaradaq və onu faturalaşdıraq. Rezervasyon bölümünə girdik. Konaklayan hissəsinə girək. Bir dənə əlavə edək. Biz əvvəlcədən acenta yaratdığımız üçün Crea'nı artıq burada tapa bilərik. Crea burada tapıldı. Bura gecənin yazırıq. 3 gecə olacaq. Misal üçün. Bir nəfər də misafir olsun. Misafir kart açaq. Üstə gələcək. Adını qoyaq. Nümunə. Burada nümunə olaraq yazaq. Bunlar əlbəttə ki, testdir. Qeyd olunub. Bunun standart seçilib. Neysə, bu qədər best. Ne deyir? Rezervasyon oda sayısını kontrol edin. Ne deyir? Oda numarası. Oda numarası seçməmişik burada. Odamızı da seçək. 203 olsun və yaddaşda saxlayaq. İndi keçək fiyatlandır bölməsinə. Fiyatlandır bölməsində bizimcə kontrat seçib. Biz kontratı buradan ləğv eləyək. Və manual fiyatı aktiv eləyək. Bu qapıdan gelir sadəcə. Onu da yazaq. Hazen. Bunu əlbəttə ki, reception hissəsində özləri etmiş olacaqlar. Biz sadəcə nümunə üçün bunu göstəririk ki, müasib proseslərin necə icra olunduğunu görə bilsin. Bir dəqiqə. Aha. Buradan günlük fiyatları hesablayaq. Manual günlük fiyat.
qoyaq 350 manatdan. $350 manat cəmi məbləğ elədi 1050 manat. İndi bunu fatura kəsək buna. Buradan odaları qiymətini orada yazaq. İşləsin folyomuza, çünki gün keçməlidir ki, həmin bu qiymətlər gəlib düşsün folyoya. Biz hamısını istəyirik ki, bugün olsun. Ödəmə tipini burada Deception City Ledger olaraq seçməlidir. Buradan kaydede basırıq və folyo bölməsinə girib daxil oluruq. Və görürük ki 350 City Ledger'dən bağlanıb yekun baki 0 olaraq göstərilir. İndi buna fatura kəsək. Fatura kəsmək üçün eyləmlər bölümündən fatura kəsə basırıq və yaxud faturanı aşağıdakı bölmədən də kəsə bilərik. Fatura kəsə bastıq. Agentamızı seçdik və faturanı oluştura basırıq. Bu bizim faturamızdır. İndi faturamıza baxaq. Görürük ki, ƏDV 18 falan hamısını hesablayıb, cəm məbləği faturalaşdırıb bizimki. Biz buradan qaydətə basırıq. Salam. İndi isə otel faturanı mühasibələşməsini edirik. Misal üçün biz bayaq etdiyimiz Kriya MMC-nin faturası gəlib fatura bölümündə otel fatura listəsində gəlib düşüb. Bunun mühasibələşməsini necə edə bilərik? Bunun üçün biz tüm faturalar bölməsindən daxil olmalıyıq. Niyə? Çünki bunun içinə daxil olduqda burada mühasibə bilgiləri gəlmir. Mühasibə bilgilərini görmək üçün tüm faturalar bölməsinə giririk. Həmin faturanı burada axtarıb tapırıq. Görürük ki, Kriya'nın faturası bura gəlib düşüb. Faturaya daxil oluruq. Burada yuxarıda mühasibə bilgilərini görmüş oluruq. Mühasibə bilgilərinə baxırıq. İndi bizə bunun fişi lazımdır. Fişə baxaq. Fiş yoxdur. Əgər fiş yoxdursa, biz mühasibə fişini oluştura basırıq. Mühasibə fişini oluşturaq. Editə basaq. Və bizim otel fatura fişimiz hazır oldu. Deməli, Kriya'dan City Ledger kontrol hesabına gedib bağlanmalıdır. Əgər başqa bir hesab kodu olsa, deməli burada bir yanlışlıq var. Ancaq City Ledger'a bağlanmalıdır. Bunu da ki, əvvəlcədən biz necə təyin edirik? Bunun üçün biz otel ayarları panelində əgər yetkisi varsa, burada varsayılan mühasibə ayarlarına daxil oluruq. Burada kredi kontrol hesabı var. City Ledger kontrol hesabı. 222.004 olaraq City Ledger kontrol hesabımız olduğuna görə burada qeyd etmiş olduq. Və faturamız hazırdır. Girib biz faturamızın fişinə baxa bilərik. Həmçinin burada tüm faturalar bölməsindən də baxa bilərik. Bizim faturamızın fişi olduğuna görə bu artıq mühasibələşdi bölməsinə gəlib düşür. Mühasibələşdi bölümündən biz faturamızın fişinə baxa bilərik. Daxil olaraq baxa bilərik və ya fişlər bölməsindən həmin o faturanın da fişinə baxa bilərik. Mühasibə bölməsinə daxil oluruq, fişlərə daxil oluruq. Və sonuncu fişimiz burada görsənmiş olur. Həmçinin bu fişlərə biz mizanda da baxa bilərik. Mizanda da girək analiz eləyək. Raporla edirik. Hesab tipini alıcılar olaraq seçirik və tezlə yenidən raporla edirik. Və Kriya MMC işləmlərinə daxil oluruq. Və Kriya'nın ödəniş və faturası gəlib bura düşmüş olur. Biz buradan həmin fişə buradan da baxa bilərik. Həmçinin digər fişlərə də baxa bilərik.